Uşaqlar, xüsusən yeniyetmələr emosional olaraq çox dəyişkən dövrlər keçirir. Bədənləri, hissləri və düşüncələri arasındakı uyğunsuzluq bir çox zaman sevgi və yaxınlıq hisslərinin ifadə edilməsində çətinlik yaradır. Yeniyetmənin iç dünyasında baş verən dəyişikliklər onu özünə yönəldir və valideynlərinə qarşı emosional bağ qurmaqda çətinlik yaşatmağa başlayır. Bu səbəbdən valideynlərinə olan sevgisini açıq şəkildə göstərmək onun üçün zəiflik kimi qəbul olunur. Bəziləri hətta valideynlərini öpməkdən, qucaqlamaqdan və ümumiyyətlə fiziki yaxınlıqdan çəkinirlər. Valideynlərimdən bir də anam hal-hazırda yanımdadır. Ona da sevgini göstərirəm də, ən azından hərəkətlə. Çünki sevginin əsli hərəkətlə olur. Danışıqla nəsə, mən inanmıram danışıqla olan sevgiyə. Uşağa qayğı göstərsən, uşaq da o qayğını götürər, uşaqlığına nətər deyim, böyüyə də o qayğı ilə böyüyər. Valideynə sevgisi 1-ə 5 artar. Xoş sözlər deyirəm. Xoşladığı sözlərlə danışıram ondan. Daha çox biraz anamdan çəkinirəm. Atamla daha səmimiyəm, yaxınam deyənə sevgimi daha rahat ona göstərə bilirəm. Valideynlər bəzən uşaqlarından öz sevgilərini formal şəkildə gözləyirlər. Bu da uşaqlarda sevgi ifadələrini azaldır. Gary Chapmanın sevgi dilləri nəzəriyyəsinə əsasən insanlar istəklərini müxtəlif yollardan ifadə edirlər. Bəziləri sözlərlə, bəziləri fiziki toxunuşla, bəziləri isə xidmət və zaman keçirməklə. Psixoloq Gülər Məmmədova deyir ki, valideyn uşaq üçün sevgi anlayışının nədən ibarət olduğunu öyrənməlidir. Özünə olan münasibəti valideyn özü ötürür uşağa. Əgər valideynin özünün sözlü, kinestetik təmas qura bilirsə, yəni sözlü öz uşağına gözəl sözlər, ifadələr ötürə bilirsə, yəni o uşağına o cür aşılayır sevgini. Əgər bir çox valideyn kinestetik təması yoxdursa, uşağını öpüb, əzizləyib, qucaqlamırsa, uşaqda da müəyyən quruluq yaranır. Bəzən bu tərsinə olur. Valideyn bunu eləyir, uşaq tərəfdən ala bilmir. Burada genetik faktorlar özünü göstərir. Yəni, hər bir uşaq bir mənalı bir valideynə bənzəməyə bilir. Digər valideynin də xüsusiyyətlərini götürdüyünə görə, tutaq ki, o uşaq həddindən artıq sevgisini öpərək, qucaqlayaraq, xoş sözlər, şirin sözlər deyərək ötürmə istəmir. O sadəcə sevgisini baxışı ilə ötürmək istəyir, aldığı hədiyyə ilə ötürmək istəyir, tamam başqa bir jestlərlə ötürmək istəyir. Psixoloq deyir ki, əgər uşaq özünü valideynin gözündə dəyərsiz hiss edirsə və ya digər uşaqlara nisbətən daha az diqqət alırsa, bu da onun sevgi və yaxınlıq göstərməkdən imtina etməsinə səbəb ola bilər. Bəzən valideynlərin diqqətsizliyi ucbatından bir uşağa həddindən artıq diqqətin yönlənməsi, digər uşağa bunun zəifləməsi prosesi baş verir. Valideynlər bunu bir ixtiyari şəkildə edirlər. Bir çox uşaqları xəstə olduğu təqdirdə, xəstəlikdən dolayı uşaq əziyyət çəkir deyə valideyn ona daha çox diqqət ayırır. Və yaxud da daha çox həssas olduğu üçün, bir uşaq digər uşaqdan xaraktercə zəif olduğu üçün valideynlər bütün həmin o zəif nöqtə kimi götürərək o uşağa daha çox sevgi, daha çox qayğı göstərirlər. Bu da digər çox diribaş, çox aktiv uşağa mənfi təsir göstərir. Yeniyetmələr və uşaqlar özlərini sevilmiş və hörmət edilmiş hiss etdikdə sevgilərini açıq şəkildə ifadə etməkdən çəkinmirlər. Unutmaq olmaz ki, uğurlu bir valideyn-uşaq münasibəti qarşılıqlı hörmət və anlayış əsasında qurulmalıdır. Nərmin Səfərli, Pərviz Əliyev.